Bugünkü mövzumuz Birinci Dünya Müharibəsi olacaq. Birinci Dünya Müharibəsi niyə belə bir adlandırırıq? Birinci onu deyim. Çünki bir çox dünya dövlətlərinin, əsas hegemon dövlətlərinin iştirakı ilə baş verən bir müharibədir. Bildiyiniz kimi əvvəlki dərsdə keçmişdik. 19-cu əsrdə artıq dünya dövlətləri müstəmləkə uğrunda müharibədə bir-birlərinin rəqib və siyasi intriqalara girirdilər ki, bunlardan hansı İngiltərə və Almaniya xüsusi rol oynuyordu və İngiltərə öz ətrafında bloklar yaratmağa başladı, Almaniya öz ətrafında bloklar yaratmağa başladı və bunun nəticəsində də sonda da Birinci Cahan Savaşı, Birinci Dünya Savaşı dediyimiz bir müharibə baş verdi. Müharibə 1914-dən 18-ci ildə 18-də kimi davam eləmişdi. Müharibənin dedik ki, baş vermə səbəblərinə birinci baxırıq. Antanta və Üçlər İttifaqı arasındakı olan müharibə idi bu. Antantaya bilirsiniz, hansı dövlətə daxildir? İngiltərə, Fransa və həmçinin Rusiya. Üçlər İttifaqına daxil olan Avstriya, Macarıstan, İtaliya və Almaniya idi. İngiltərə ilə Almaniya arasında müharibəndə müstəmləkə uğrunda mübarizə idi. Bunlar arasında ziddiyyətlər idi və bu səbəblərdən müharibə bir növ başlayacaqdı. Müharibənin baş verməsinin belə deyək də, bəhanə isə Gavrila Prinsip tərəfindən Avstriya Macaristan şəhzadəsi Frans Ferdinandın öldürülməsi olacaqdı. Bu da müharibənin baş verməsinin bəhanələrindən biri olacaqdı. Müharibənin aparan dövlətlərin hərəsinin öz maraqları var idi. İngiltərə maraqları Almaniyanın mülklərini ələ keçirmədi, müstəmləkə mülklərini ələ keçirmək. Elə Almaniyanın maraqları İngiltərənin, Rusiyanın və Fransanın müstəmləkəni ələ keçirməkdir və müstəmləkə müharibəsində üstünlüyünü təmin etməkdir. Rusiyanın maraqları Balkanları ələ keçirmək tutmaqdır. Avstriyanın maraqları isə Avstriya Macaristan maraqları Balkanlarda Rusların möhkəmlənməsini qarşısı almaq, özünün möhkəmlənməsini əsas rol oynamaqdır. İtaliyanın maraqları isə yeni ərazidə ələ keçirməkdir. Müharibəyə biz Birinci Dünya Müharibəsində izah edəndə adətən illərə uyğun izah edəcəyik. 1914-cü ildə müharibə başlayır. 1914 hadisələrinə baxdığımızda müharibə başlayanda 3 cəbhə olacaqdı. Birinci belə deyək də Şərq, Qərb və Balkan cəbhəsi. 14-ün sonlarında isə Qafqaz cəbhəsi açılacaqdı. Qafqaz cəbhəsinin açılma səbəbi adətən bir növ belə deyək də şeyə görə olacaqdı. Rusiya və Osmanlıya görə olacaqdı. Bu formada verəndə Şərq cəbhəsində vuruşanlar kimlər idi? Almaniya, Rusiya və Avstriya Macaristan olur. Adətən bunlardır. Qərb cəbhəsində vuruşanlar Almaniya qarşısında Fransa və Böyük Britaniya olacaqdı. Balkan cəbhəsində vuruşanlar İtaliya, Avstriya Macaristan və Rusiya olacaqdı qarşılıqlı. Qafqaz cəbhəsində isə ancaq Rusiya və Osmanlı vuruşacaqdı. Həmçinin burada yaxın Şərq cəbhəsi vardı, İraq ərazisi. Burada da İngiltərə və Osmanlı birbaşa vuruşacaqdı. Müharibə Gavrila Prinsipində dedik ki, Frans Ferdinand, Serb millətçi Frans Ferdinand tərəfindən öldürülür. Bundan sonra Avstriya Macaristan öz şəhzadəsinin intiqamını almaq üçün Serbiyaya ultimatum verir ki, bəs o Gavrila Prinsipi bizə geri qaytar. Serbiya isə buna etiraz edir. Serbiyanın buna etiraz əlaməti olaraq müəyyən bir vaxt vermişdir və etiraz edəcəkdir. Etirazdan qədər Avstriya Macaristan Serbiyaya hücum edir. Bu vaxt Serbiyanın müttəfiqi Rusiya Avstriya Macaristana müharibə edir. Bundan sonra isə Almaniya Avstriya Macaristan müttəfiqi olaraq Fransa və Rusiyaya eyni anda müharibə edəcəkdir. 1914-cü ildə Almaniya və onun müttəfiqlərinin əsas məqsədi Fransanı məğlub etmək. Bilirsiniz, 1905-ci ildə Schlieffen planı qəbul edilmişdir ki, iki cəbhədə eyni anda vuruşmaq, birinci Fransanı məğlub etmək, sonra isə Almaniya məğlub etməkdir. Almanlar bütün qüvvələrini Fransa üzərində hərəkət edəcəkdir, hətta Parisin tutulma ehtimalı olacaqdır, Fransa hökuməti Parisdən köçəcəkdir. Lakin Rusların Şərq cəbhəsinə hücum eləməsi Almanların qərbdə irəliləməsinin qarşısını alacaqdır və Almanlar qərbdəki qoşunlarını şərqə doğru göndərəcəklər. Və 1914-cü Tannenburg döyüşü olacaqdı. Tannenburg döyüşündə Ruslar məğlub olur, Almanlar qələbə qazanacaqdı. Almanlar və Ruslar arasında bu döyüş və Almanlar qələbə Ruslar məğlub olacaq. Bundan sonra Almanlar öz qüvvələrini Fransa istiqamətində verəcək. Lakin artıq burada Fransa öz müdafiə qüvvələrini yaratmışdı, həmçinin İngiltərəni də möhkəmləndirmişdi məsələni və 1914-cü ildə Almanların Fransa üzərində hücumda Belçikanın tutması
İngiltərədə müharibə qoşulmasına gətirdi. Çünki Belçika bir tərəf ölkədir və İngiltərə himayəsi altındadır və qoşulmasına gətirib çıxaracaq. 1914-də Marna çayı sahilində döyüş olacaqdı. Marna döyüşü Almaniya və Böyük Britaniya, Fransa arasında olur. Almanlar daha sonra məğlub olurlar, fransızlar isə qələbə qazanırlar Böyük Britaniyadan. Bunun Almaniya üçün nəticəsi nə olacaqdı? Almaniya iki cəbhədə vuruşmaq məcburiyyətinə qalacaq. Yəni Fransanın məğlub etmə planı iflas olacaqdı və məcbur həm Fransa cəbhəsində, həm Rusiya cəbhəsində vuruşacaqdı. Tərəflər mövqe döyüşünə keçəcəklər. Bir də Fransa qəti məğlubiyyətdən xilas olacaqdı, yəni işğaldan xilas olacaqdı. 1914-ün payızında Alman hərbi gəmiləri Osmanlıya sığınır və Osmanlı limanlarından hərəkət edərək Rus sahillərini bombalayır. Bundan sonra Rusiya Osmanlıya müharibə elan edir. Həmçinin uzaq şərqdə Yaponiya, İngiltərə müttəfiqi kimi Almaniya müharibə edib Çindəki İngilis, Alman mülklərini ələ keçirməyə başladı. Lakin Yaponiyanın müharibə qoşulması çox da belə deyək də müharibə seyrini dəyişdirməyəcəkdir. 1915 hadisələrə baxdığımızda isə burada hansı hadisələr olacaqdı? Almaniya və onun müttəfiqləri görür ki, Fransanı tam məğlub eləmək olmur, Rusiyaya doğru hərəkət edir və Rusiyanın məğlub edir, qətil hücumları olur. Gorlitsa döyüşü olacaqdı. Gorlitsa döyüşündə Ruslar məğlub olsa da, Almanlar və Avstriya məsələsində qüvvələr qələbə qazansa da, tam məğlubiyyət sayılır və Rusiyanın müharibədən çıxarma prosesi çətin olacaqdı. 1915-ci il hadisələrə baxdığımızda burada Antanta İtaliyanı öz tərəfinə seçəcəkdi və İtaliya ilə saziş imzalanacaq, London sazişi imzalanacaq. London sazişinə görə bir növ İtaliya Üçlər İttifaqından ayrılır və Almaniya qarşı müharibə aparacaq, tərəf dəyişdirəcək. Bundan sonra isə Almaniya, Avstriya, Macaristan və Osmanlı Bolqaristanı öz tərəfinə qataraq Dördlər İttifaqını yaradacaqlar. Və yaxud da bu ittifaq Mərkəz Dövlətlər İttifaqı da adlanacaqdı, Dördlər İttifaqı olacaqdı. Almaniya 1915-ci ildə iki növ silahdan istifadə edir. Bir, zəhərli xlor, iki, sualtı gəmilərdən. Zəhərli xloru Belçika ərazisində istifadə edir, sualtı gəmiləri isə Atlantik Okean sahillərində İngiltərəyə qarşı müharibədə iştirak edəcəkdir. 1915 döyüşlərinə baxdığımızda burada əsas döyüşlər hansılardır? Osmanlı ilə Rusiya arasında Sarıqamış, Osmanlı ilə İngiltərə, Fransa və İngiltərənin müstəmləkələri olan, dominonları olan Yeni Zelandiya, Avstraliya və Kanadanın qüvvələri ilə Çanaqqala savaşı edir. Amma bu döyüşləri necə verirsiniz uşaqlar? Sarıqamış 14-ün dekabrında başlayıb 15-də qutarır, bu forma verirsiniz. Çanaqqala isə 15-də başlayıb 16-da qutaracaqdır, amma yenə də 15 döyüşləri kimi gedəcək. Sarıqamışda Osmanlılar məğlub olacaqdı, məğlub olma səbəbi təchizat zəifliyi, bundan paraleldə, təchizatla paraleldə verəcəksiniz qışın düşməsi, yəni bunları verirsiniz. Çanaqqalada isə Osmanlıların bütün Türk dünyasına, xüsusən də Azərbaycanlılar da ora kömək etmişdi və burada böyük bir qələbə qazanacaqdılar. Hətta Osmanlı tarixində Mustafa Kemal Paşa kimi şəxsiyyətlər burada öz sözünü deyəcəkdi və düşməni geri otuzduracaqdı. Çanaqqalada məqsəd nə idi? İngiltərə və Fransa müharibəni bitirməyə çalışırdı. Yəni Osmanlıya təslim olmaq, İstanbulu tutmaq, oradan da Rusiyaya kömək etmək idi. Lakin bu plan iflasa uğrayacaqdı. Bundan sonraki prosesdə isə bu vaxt Rusiya Qafqazda, Qafqaz cəbhəsində uğurlar əldə etmişdi. Sarıqamış döyüşündən sonra Şərqi Anadolunu işğal etmə şəraiti yaranmışdı. Həmçinin Şərqi Anadoluda rusların öyrətməsi ilə bir növ qiyamlar başlayacaqdı, erməni qiyamları. Osmanlı hökuməti qərar verir ki, bu erməni qiyamçılarını və erməni ailələrini Livana və Suriyaya köçürsün və bu vaxt köçürmə əsnasında bəziləri öləcəkdi, bəziləri iqlimə görə vəfat edəcəkdi və bu isə tarixdə yalançı erməni soyqırımı olacaq ki, bunlar da hər il aprel ayında ermənilər bu erməni soyqırımlarına bağlı təbliğat və təşviqat işləri aparmışdı. 15-ci il belə deyək də hadisələrə baxdığımızda bir də nə görürük? Bağdad döyüşünü görürük. Osmanlı ilə belə deyək də o İngiltərə arasında Bağdad döyüşündə Osmanlılar da qələbə qazanır burada və Bağdadın işğalının qarşısını alır. Osmanlı taxtında Bağdad döyüşləri çox olub, 1534 olacaq, sonra 1622-29 olacaq, 1638-39 olacaq, yəni bunlar Bağdad döyüşləri 29-38-39 döyüşləri olacaq. 16-cı illər hadisələrə baxdığımızda, burada 1916 hadisələrə baxdığımızda isə bir çox döyüşlər vardı. Burada
Verden döyüşü var idi, Jutlandiya dəniz döyüşü var idi, Somma döyüşləri olacaqdı. Verden döyüşü tarixdə bir çox, yəni bu müharibə müddətində ən çox əsgər qırıldığı üçün Verden qəssabxanası adlandırılacaqdı. Sommada İngiltərə qüvvələri ilk dəfə tarixdə tanklardan istifadə edəcəkdilər. Jutlandiya dəniz döyüşündə hər iki tərəf mütləq qələbə qazanmayacaq. 16-cı ildə Rumıniya müharibəyə qoşulacaqdı Antanta tərəfindən və 16-cı ildə İngiltərə ilə Osmanlı arasında Kutulamara döyüşü olacaq. Kutulamarada da yenə Osmanlılar qələbə qazanır və Bağdadın işğalının qarşısını alacaqdı. Bundan sonra İngiltərə ərəblərin qiyamını təşkil edəcəkdi. Ümumiyyətlə İngiltərənin yaxın şərqlə bağlı planları var idi. Bu tərəfdən ərəblərə deyir ki, biz sizə istiqlaliyyət verəcəyik, sizlər üsyan qaldırın. O tərəfdən isə Yahudi lobbisi vasitəsilə onlara Fələstində torpaq vədi vasitəsilə Amerikanın müharibəyə qoşmağa çalışır ki, orada adətən bir növ belə deyək də müharibə tez bir yekunlaşsın. Çünki 16-cı il 1916-dan etibarən bir çox dövlətlərdə müharibələrə görə mitinglər keçirilmişdi. Çünki dövlətlər iş saatlarını artırmışdılar, maaşlar azaldılmışdı, sosial vəziyyəti ağırlaşacaqdı. Buna görə də vəziyyət ağır idi. 1917 hadisələrə baxdığımızda burada 17-də nə görəcəyik? 17-də Rusiyada fevral burjuyinqlar baş verəcəkdi. Rusiyada Romanovlar devriləcəkdi müharibənin törətdiyi fəsadlara görə və cəza təzə keçəcək. Müvəqqəti hökumət yaranır, lakin müvəqqəti hökumət də vəziyyəti tam sabitləşdirə bilmədiyi üçün yerini belə deyək də kommunistlərə verəcəkdi. 17-ci ildə Amerika müharibəyə qoşulacaqdı. Çünki buna səbəb Amerikanın Antantaya çoxlu borc pul verməsi və Antantanın uduzma ehtimalının yüksək olması, həmçinin Almanların Amerika gəmilərini batırması falan. Buna görə də yəni müharibə qoşulacaqdı. 17-də Caporetto döyüşü olur. Avstriya, Macarıstan, İtaliya arasında, Almaniya arasında və İtaliyandan darmadağın olacaqdı. 18 tarixinə baxdığımızda İngiltərə, Fransa Amerika qüvvələrinin gəlməsinə qədər Almaniyanı məğlub etməyə çalışırdı. 1918-ci ildə martında Rusiya Brest-Litovski sülh müqaviləsini imzalayacaqdı. Brest-Litovski sülh müqaviləsini imzalayır, separat akt müqaviləsidir bu. Separat akt müqaviləsini imzalayaraq müharibədən çıxacaqdı. Bu Almaniyanın iki cəbhədə vuruşmasının qarşısını alacaq. Şərq cəbhəsində hərbi əməliyyatlar dayanacaqdı və Almaniya biraz rahat nəfəs alacaqdı. Brest-Litovskiyə görə isə Osmanlı ilə də bağlanan müqavilə idi bu. Osmanlı ilə də Qars, Ərdahan, Batumu bir növ geri qaytarır Rusiya. Bununla da Berlin Konqresinin qərarları ləğv olunacaq. Lakin Almaniya bundan sonra bütün qüvvələrini Fransa üzərinə yönətsə də 18-ci ildə ABŞ-ın köməyə gəlməsinə 2-ci Marna döyüşündə Almanlar bir növ belə deyək də məğlub olacaqdı. 18-in mayında, baxın, martında aylar lazımdır. Martında Rusiya çıxır müharibədə. Mayında Rumıniya Antantanı tərk edəcək. Lakin Dördlər İttifaqı Almaniya və müttəfiqləri zəif olduğu üçün müharibədə artıq uduzmağa başlamışlar. Sentyabrında Bulqaristan müharibədən çıxır. Oktyabrında Osmanlı bir növ Mudros müqaviləsi müqavilədən çıxacaqdı. Noyabrın 3-də Avstriya Macaristan müqavilə bağlayır və müharibədən çıxacaqdı. Noyabrın 3-də Almaniya burjuyinqlar baş verir. Müharibə gedişində burjuyinqlar baş verirsə Almaniya Rusiyanı oxşa cəhd edir və Almaniyada noyabrın 9-da Respublika yaranacaqdı. Noyabrın 11-də isə Kompen meşəsində müqavilə imzalayan yeni hökumət müharibədən çıxacaqdı və beləliklə Dördlər İttifaqı müharibədən məğlub olacaqdı və Antanta qələbə qazanacaqdı. Müharibədə Dördlər İttifaqının məğlub olması səbəbləri təchizatın zəif olması, iqtisadiyyatın zəif olması, sonra dövlətlərin qüvvələrə nisbəti, digər tərəf Antantanın güclü olması bu tipli şeylərdir və müharibə başa çatdıqdan sonra müharibənin müqavilə şərtlərini hazırlamaq üçün isə Versal sarayında, Parisin Versal sarayında bir növ dünya dövlətləri toplanacaqdı. Bu da sizin birinci dünya müharibəsi.